Azərbaycanlı, azyaşlı öz zəkası ilə, fitri istedadı ilə, fitri bacarığı ilə görənləri heyrətə gətirir. Biz əslində onun haqda bir müddət əvvəl sosial şəbəkələrlə bağlı sujetimizdə bir video təqdim etmişdik. Onun riyazi hesablamaları çox sürətli şəkildə cavablandırması izləyənləri şoka salırdı. Biz də dedik, o uşağı bir yaxından tanıyaq, görək. O xalqın uşağında olan bu fitri istedad hardandır? Özümüz bir canlı yoxlayaq. Azyaşlı Bərdə sakini sujetimizin sıradakı qəhrəmanıdır. 5 yaşı var, hələ məktəbə getmir, amma toplama, çıxma, vurma, bölmə kimi əməlləri yerinə yetirir. Söhbət qeyri-adi istedada malik olan Fərid Səməzadədən gedir. İndi isə Fəridlə hesablamalar edəcəyik, görək düz tapa bilirmi? Deməli Fərid, 5 vurulsun, 6 vurulsun, 3 vurulsun, 6. 540. Bəs neçə yaşından öyrəndin ki, belə bir hesablamalar edə bilirsən? 3 yaşından. Fərid, 52 vurulsun 90 neçə eləyir? 4680. 560 toplayaq 350 ilə. Neçə eləyir? 910. Hesablamalar necə eləyirsən? Bilmirsən? 9600-ü bölək 20-yə. 480. Valideynləri deyir ki, Fərid artıq məktəb proqramını xeyli qabaqlayır. 4 yaşından belədir. Bu səviyyədə yox, amma vurma əməlini, mənfəətlərin hesablanması, kvadrat, yəni bunları 4 yaşından bilir. Oyuncaqları var, onları rəqəmlə sayır. Neçə sənə oyuncağı, 100 neçə sənə heyvan oyuncağı var. Məsələn, ondan nəm neçəsini çıxırmış, neçəsi qarırmış. Belə-belə, yəni oradan istələmişdi ki, hesaplamanı bilir. 12 vurulsun 25 vurulsun 10 üstə gələk 20. Nə qədər edir? 3020. 5 yaşından çox irəlidir, yəni 11-ci sinifə qədər bilir. Kvadrat bilir, kub bilir, qüvvət bilir, kökaltı bilir, tənlik bilir, faiz bilir, əkyob, əbob bilir. Vurma əməlini, kvadrat və mənfəətlərin hesablanmasını öz öyrənib. Digər şeyləri, riyazi əməlləri biz öyrənib. Böyüklərin çətin hesabladığı ədədlər onun üçün saniyələr məsələsidir. Balaca yaşına baxmayaraq, böyük potensial nümayiş etdirən Fərid sübut edir ki, istedadın yaşı olmur. Kim bilir, bəlkə də gələcəyin böyük riyaziyyatçısı elə bu balacadır. Fərid indi o evə gələn qonaq var, uşağı çəkib soruşur, 3 dəfə 5-in nə eləyir, 4 dəfə 3-ün nə eləyir, gəl qonaqsan, gəl çayını iç, get də, nə lazımdır, iç eləyir. Ömür boyu uşaqlara travma verdilər. O qonağı axtarır indi Fərid ki, gəlsin ona suallar versin riyaziyyatdan. Amma öz aramızdadır, bunu heç kim bilməsin. O uşağı qabiliyyəti öz yerində, siz yenə də onu belə çox ekranlara gətirməyin. Bizdə bilirsiniz, 2-3 nəfər uzun yaşayır deyə pensiya yaşını 65-ə qaldırdılar, elə artada bilər. İndi deyəcəklər ki, uşaqlar 3 yaşından məktəbə getsin, xalqın uşağı vurma, bölmə, kvadrat, kub hesablayır. Biraz təhlükəlidir yəni, 3 yaşa qədər enə bilərik. Ona görə də öz aramızda qalsın onun bu istedadı. O dərəcədə enməzlər. Elədilər, neynəmək olar? Amma Fəridin bu istedadı həqiqətən görənləri təəccübləndirir. Doğrudan inanılmazdır da, o qədər rəqəmləri biz kalkulyatordan hesablaya bilərik, amma bu yaşında uşaq onları beynində hesablayır. Fərid özü Bərdənin 7 saylı məktəbə qədər hazırlıq qruplarına gedir. Hələ məktəbə belə getmir. Artıq bu yaşda bu cür fitri zəkaya sahib olması inanılmazdır. Bəlkə bəzilər düşünəcək ki, onun bir xüsusi üsulu var, onu tapıb hansısa bir forma deyir, amma onu belə o uşağın qavraması çox böyük istəyir. Anadan gəlmə bir şeydir. Allah can sağlığı versin. Amin. Gələcəyə parlaq olsun, ailəsinin fəxri olsun, Azərbaycana da layiqli vətəndaş kimi hər zaman baxaq, fəxr eləyək. Amin.